böyük miqdarda cərimə gəlib. Əlavə 200 manatdan maneə yüklüyorsunuz. Araşdırmanın nəticəsinə və verilmiş cavaba baxmalıyıq. Biləcər Nəqliyyat Baytar Sanitar Məntəqəsinin ərazisində uzun illərdir məskunlaşan Ağdam rayonundan olan keçmiş məcburi köçkün iddia edir ki, onun istifadə etmədiyi suya görə böyük miqdarda cərimə gəlib. 98-ci ildə məcburi köçkün kimi burada bir otaqda məskunlaşmışam ana liniyadan. Su xərci çəkmişəm, sonra sayğaç vaxtı gətirib sayğaç qoyublar. İndi bu idarə buradan köçüb gedibdi 23-cü ilin 9-cu ayında. Ondan sonra gəlib o idarənin həyətindəki həmin suyun cəriməsin mənə yazırlar ki, levi sudur. Amma mənim özümün sayğacım var, özümün suyum var. O sayğaca mənim heç bir qaçacağım yoxdur. Mənə 240 manat cərimə yazılır. Bu cərimə 23-cü ildən üzübəridir, yoxsa o yanda? 23-cü ildən 10-cu ayına idarə gedəndən bir ay sonra gəlib o suyu mənə cərimə yazıblar ki, 240 manat sən levi suyun var, cərimə verməlisən. Aidiyyatı qurumlara bunu izah edirsiniz. Mən baş idarəyə də məktub yazıb vermişəm, Binəqədi idarəyə də məktub yazıb vermişəm su idarəsinə. Nə deyirlər? Axırıncı 25 avqustda baş idarələrinə ərizə ilə müraciət eləmişəm. Ondan da 2 ay sonra getmişəm ki, mənim ərizəmə cavab verməmisiniz də. Mənə bir cavab verin. Mənə deyirlər ki, filan telefon nömrəsinə zəng vur, oradan soruş. Mən də heç bir söhbət cavab vermiş gəlmişəm. Dünən də mən axtarırlar ki, sənin borcun var, niyə gətirib vermirsən? Mən deyirəm o 240 manat cərimə. Mənim özümün hardasa 90-110 manat arası öz borcum var. Ondan əlavə də 200 manat mənə bir artıq pul yazmışsınız. Bu sayğaç burada, siz burada. Bu əlavə 200 manatdan maneə yüklüyorsunuz. Vətəndaş əgər şikayəti varsa, hər hansı bir borcun yaranması ilə bağlı yaxınlaşmalıdır, ümumi şöbədə şikayət ərizəsi yazmalıdır. Onun əsasında iddia elədiyi məsələ var ki, hansı ki, səhvən cərimə yazılıb. Onunla bağlı qanunsuz istifadə qrupu var. Yenidən təkrar baxış keçirəcək. Əgər cərimə düzgün hesablanmayıbsa, dürüstləşmə verib düzəliş olunacaq. Vətəndaşın iddiasına görə burada olub dəfələrlə, amma bir nəticə olmayıb da. Olduğu müddət dediyinə görə 2023-dən qabaqki dövrdə olubdur. 23-dən sonra. Sonra Cərimə 23-cü ildən sonra yazılıb. İndi ümumi şöbədə baxaq görə ərizəsi varsa, araşdırmanın nəticəsinə və verilmiş cavaba baxmalıyıq. Cavabı aydınlaşdıraq, ondan sonra növbəti hansı addım atacağıq ona baxarıq. Buradan cavab gəlib artıq sizə. Sultan Əmraslan. Bu nə vaxt gəlib bu cavab sizə? Bir də məktub ərizəmi yazandan sonra. 2023-cü ildə gəlib. 2023-cü il noyabr. Ondan sonra da o biri başı da. Rəis vəzifəsində Sultan Əmraslanov tanıyırsınız da? Yəni əvvəlki rəhbərin dövründə olubdu. O aidiyyəti yoxdur. İndi ərizədir. Yəni ərizə vətəndaşdan ərizəsi. Orada. Məktubuna cavab olaraq bildirir ki, ümumi debitor borcu 438 manat təşkil edir. Onun 240 manatı isə cərimə borcudur. Bu akt isə 2023-cü ildə yazılıb, düzdürmü? 2023-cü ildə kənar xəttə görə sizə akt yazılıb. İndi onu yenidən araşdırmaq, bugünkü gündə 2023-cü ildə yazılmış aktı araşdırmaq, biraz o vəziyyət təbii ki, orada olmayacaq. İndi yenidən amma sizin müraciətinizə uyğun təzən baxış keçirərik.